adım Cutian Şudur. Azərbaycan dilində də Hüseynəm. Düşünürəm ki, Çin və Azərbaycan bizim arasımızda dostluq əbədidir və uzundur. Və gələcəkdə bizim iki xalqının dostluğun davam etməsi üçün sayı göstərmək istəyirəm. Odur ki, mən Azərbaycan dili öyrənmək seçirəm. Hüseyn Azərbaycan dilini Çində öyrənib. Dil biliklərini artırmaq üçün təhsilini Azərbaycanda davam etdirir. Əsas məqsədi dili mükəmməl səviyyədə mənimsəməkdir. Zhu Tianhu kimi digər Çinli gənclər də Azərbaycan dilini öyrənməyə böyük maraq göstərirlər. Məncə Azərbaycan dili çox maraqlıdır. Çünki onun hierogliflər Çin hieroglifi ilə çox fərq var. Buna görə də onların arasında fərqi öyrənmək məncə ən maraqlıdır. Azərbaycan dilinin öyrənilməsi və inkişafı istiqamətində keçirilən müxtəlif təşəbbüslər çərçivəsində təşkil olunan AzLink 2025 Azərbaycan dili və müasir dilçilik, problemlər, perspektivlər və çağırışlar mövzusunda keçirilən beynəlxalq elmi konfransda dilimizin aktual problemləri müzakirə olundu. Konfransın əsas məqsədi müasir dilçilik elminin çağırışları fonunda Azərbaycan dilinin tədqiqatına töhfə vermək, dilimizin tədqiqi, tədrisi və qorunması istiqamətində dövlət tərəfindən görülən tədbirlərə dəstək olmaq, eyni zamanda gənc tədqiqatçılara bu istiqamətdə əlavə imkanlar yaratmaqdır. Konfransda Azərbaycanın müxtəlif ali təhsil müəssisələri ilə yanaşı dünyanın müxtəlif universitetlərini təmsil edən 100-ə yaxın alim və gənc tədqiqatçı aktual dilçilik mövzuları ilə bağlı ən son tədqiqatlarını təqdim edib. Hər il konfransımızda dünyanın müxtəlif ölkələrindən, Türkiyədən, Çindən, Özbəkistandan, hətta Avstraliyadan, Böyük Britaniyadan da Azərbaycan dilini tədqiq edən alimlər iştirak edirlər. Bu alimlərin sayı azdır. Amma arzu edirik ki, gələcəkdə bu konfrans vasitəsilə cəmiyyətimizə xaricdə Azərbaycan dilini tədqiq edən alimləri də tanış edək. Qeyd edək ki, AzLink 2025 konfransının növbəti ildə də keçirilməsinə qərar verilib. Röya Qarabağlı, Zəhra Rızayeva, Çingiz Qəniyev, Könül Məmmədova, ASTV Xəbər.